Bu evdə hər şeyi dəyişirəm. Cəmi 2 gündən sonra bütün mebellərimi satıram. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Yeni bir vlogda xoş gördük hər birinizi. Bugün sizi çox səmimi, adi günlərimizdən biri ilə qarşılayıram. Təbii ki, vlogumun sonunda mebelləri niyə satmağımla bağlı bütün detalları bu vlogda açıqlayacağım. Hazırsınızsa gəlin başlayaq. Baxın, gəlib gərçinlər. Ora peçenye, nə bilim, çörək qırıntıları qoyuram. Yerə düşənə atmıram, dora qoyuram, ona yeyirlər. Bir də oxumuşam ki, bir yerdə çox savabdır da, yəni göyərçinləri yedizdirmək. Yəni bunu mən illərdir eləyirəm də. Ümumiyyətlə heç öz evimizdə də olanda, ümumiyyətlə biz quşlara belə yemək falan verərik də. Yəni ən çox da göyərçinlərə qarşı belə həssas olmuşuq həmişə. Yəni uşaqlıqdan bu məndə var. İndi də oxumuşam ki, bir yerdə savabdır, nəsə dua edirsən, nəsə bilmirəm, niyyət edib bu göyərçinə yemək verirsən, yəni o duan qəbul olur da, deyəsən Məhəmməd Peyğəmbər. Nəsə belə bir şeydir. İndi onu daha dəqiqləşdirib sizlə də bölüşəcəm. İndi göyərçini gördüm, yadıma düşdü, orada onlar da baxır. O birisi qovda yox, 2 dənə idilər. Gəlmişik Maroşna yeməyə McDonald's'a. Burada da Nilan gilasları da şirin. Haradadır? Ya burada taşıyır. Niye taşlarla? Tek yemək istəyir burada. Смотри, вот это что? Это кидать мусор, ты видел? Da. Neyse, bu da mənim. Burada evin yanındadır, bizə yaxındır bu McDonald's. Getdik inşaatçılara, ayaqqabılar çox, yəni Kitayın ayaqqabılarıdır, kley tökülür, çox da baha satırlar. Ona görə almadım, 40 manat ona verincə ki, premium ayaqqabı alaram da ondan sonra üstünə 10-15 manat qoyub. Güclü almışdım. Ye balam. McDonald's'ın marojnası əladır. İşte şokoladla. Да. Orası da sürüleri da. Может, ты возьми. Allah rahmin marojnasını sökəmişəm. Geri götür. Nəysə belə. Bacım bir gəlir bizə. Bunu yeyib qaçıram evə. Evdə yeməyim var. Akşama da yemək hazırlayayım. Məhəllədəki məhəbbət kimi döşək yastıqlar atmışam günün altına. Biraz havalansın burada. Biraz da yığışdıracağım. Yastıqlar qalxdı. Biraz hava dəysin götürəcəm. Yayda arada eləyirəm tez-tez. Belə. Səhər tezdən yudurmuşam. Pastelləri yumuşam. Bəzi işləri görmüşəm açığı. Paltarları falan qattalamışam, yumuşam. Amma telefona o qədər girmişəm ki, işlərim yarımçıq qalıbdır. Başlayayım işlərimi də görməyə. Hava da qəşəng günəşlidir, istidir. Siz də belə paket görəndə özünüz partladırsınız. Belə xoşum gəlir. Nilay dedi verməni eləyim, qoymadım. Özümə yiyəcəm. Antistres. Ne oldu ya? Neyse. Mənim təmizlik işim bitmir. Belə mən divan, daha doğrusu bu nədir, kreslonun altını qaldırmışam. Mən də belə bazadır. Tozlarını sildim. Burada giyinməyəcəyim köhnə ayaqqabılardır. Atıram getsin. Həm də təzədirlər. Heç bir problemi yoxdur, amma atıram. Elə kutu qarışıq. Bunu o vaxt Berişkadan almışdım. Berişka. Burada getdi. Təzədir, amma dəbi də keçib heç geyinən də deyirəm. Sonra belə bir ayaqqabı.
içlik o dəri ayaqqabımın da zapas. Bu Nilayın böyle bir ayaqqabısı var. Buna atmıram. Saxlayıram. Bir də bunları balaca vaxtının ayaqqabılarıdır. Bunları atmıram, saxlayıram. Bunları saxlayıram. Qalanlarım atacam geçsin. Bu da təzədir, heç bunu da atmayayım, qalsın. Kiməsə verərəm ki, nəşə heyifdir. Bunu da qoyaq bura. Sonra Rahimin də bu ayaqqabısı təzədir. Bəlkə birim ayağına olar. Bunu da Trendyoldan olar. Mən bu ayaqqabını Trendyoldan zakaz vermişdim. Heç onda çox adam bilmirdi Trendyol nədir. Kargo tapmışdım. Kargo ilə zakaz vermişdim. Starex o kargoydu. O vaxt bir dənə Bakıda demək ki o idi da. Sonra Limak falan açıldı. Mənim onlayn səhifəm var idi. Ayaqqabı satırdım. Geyimlər sifariş verib satırdım. Sonra nəsə həvəsdən düşdüm. Əslində sifarişlərim də olur deyə. Həvəsdən düşdüm, saxladım bu şeyləri. Onda özümə bunu zakaz vermişdim. Nəsə rəngi belə olubdu. Yəni çirk deyildi. Qalıb belə saralıb geyinirəm. Bunu silib təmizləmək olar. Bunu saxlayım. Sonra bu Nilayın ayaqqabısıdır. Heç bu qış onu çıxardıb geyindirməmişəm Nilaya. Yadıma düşmür ki, belə bir ayaqqabı var. Bir də mənim belə bir ayaqqabım var. Bunu da saxlayacağım, təzədir. 60 manat almışdım ya buna. O vaxt harca bir neçə olar? 3 il olar da. 3 il zad olar almışam. Nilayın Esbaki'dən almışam bunu. Keçən il almışam. Nəysə, qalanını atıram. Bunları da atıram, geçsin. Elə, sonra təmizləri buraya yerləşdirəcəm. Bütün hər şeyi tökmüşəm. Nə çıxıb divanın altından və bunu da atıram. Bu mənim gəlinlik ayaqqabımdır. Gəlinlik ayaqqabı kimi alıblar. Yəni mən almamışam. Trabzon özləri almışdılar. Şu görüm dərsdə gedib saxlayırdım. Bizdə adına bax üstündə sıtı. Seydə duran. Təsadüfən belə çıxmışdı. İndi bunu atıram getsin, saxlamağın mənası yoxdur. O şeylər başımdan atmışam. Heç bir şey saxlayıb xatirəsi var deyə saxlamıram. Baxıram belə deyirəm, bu rəngi alınıb. Mənə ayaqqabı ağ da ala bilərdim. Yəni özüm seçməmişəm də. Yəni saf vaxtlarım olubdu da. Çox saf olmuşam. Nə alıblar, nə yeniblərsə razı olmuşam. Ağılsız vaxtlarım olub. Özümdə gülməyim gəlir özümə. Doğrudan saf olmuşam da. Belə ki, bu rəngiyə ayaqqabı aldırmışam. Bayra hər şey belə şeydən, xırda şeylərdən başlayır. Xırda şeylərdə tələb eləməlisən ki, böyük şeylərdə ümumiyyətlə hörmət olsun. Mesela onda daha çox hörmət qoyurlar. Çox da sadə olmaq deyən bir şeydir. Heç bir şeylə belə təkəbbürlənim, lovğalanım. Bəlkə də mənim yerimdə olsa, bəzi adamlar olsa lovğalanar da dəhşətli dərəcədə. Amma mən yəni sadəyəm. O şeylər mənim təbiətimə uyğun deyil. Amma baxıram ki, elə lovğa adamları da, şöhrətpərəst olan lovğalı adamların da bəxti gətirir. Daha çox hörmət qoyulur onlara. Nəysə, rəyim açılmışdı. Bunu gördüm, vapşı istərdim buna bax. Saf səydə. Nə alırdılar, razılaşırdım. Hələ mənim bu saf vaxtlarımda qədrimi bilməyiblərsə, bundan sonra çətin. Nəysə ki, artıq olan bütün əşyaları atdım. Divanında, kreslonun da, altında, bazasında olan köhnə nə var idisə hamısını atdım, getdi. Yeniləri qoydum, təmizlədim, sildim. Bir sözlə bəzi işlərimi də oradan da 50%'ni görmüşəm. 50 də yox, deyim 70-80%'ni görmüşəm. Ayaqqabını da, gəlinlik ayaqqabımı da atanda fikir verdim ki, özüm üçün aldığım adi toy ayaqqabısından o heç seçilmir də gəlin ayaqqabısı. Deyirəm ki, yəni tələb eləməmişəm də, tələbkar olmamışam. Ona görə də nə alıblar, yəni onlar da günah yoxdur, özümdə də günah ki, özüm tələb eləməmişəm. Onlar da nə oldu alıblar. İnsan ümumiyyətlə tələbkar olmalıdır başdan ümumiyyətlə. Nəysə, hər şey atdım, getdi belə. İndi də buraları dedim toz soranmayım, təmizləyim, silim. Səhər bacım gil getdi, onlar yola saldım. Ya biraz lap tez durmuşam yuxudan. 8 falan idi yuxudan durdum. Oğlunu həkim apardı. Bacımın oğlu futbol oynayanda ayağı sürüşüb, yıxılıb, ayağı qırılıbdı.
Yazıq uşaq çox əziyyət çəkir. Mən də ki, onu təmiz başqa cür çox istəyirəm, inanırsınız. Elə pis olmuşam onun ayağı elə olmaqdan. Bir neçə həkim aparmışdılar rayonda, burada da dünəndən gəliblər, bir neçə həkim apardılar. Axırda bir həkim var idi, onun məsləhətlə onun yanına getdilər. O da təzədən gipsə qoydular, çünki əməliyyat zad falan dedilər uşağa. Ona görə də istəmirikdi əməliyyat olsun. Bu həkim inşallah ki, gipslə deyib sağalacaq, inşallah Allahın köməyi ilə sağalar. Əslində divan kreslonun altını mən toz soranını təmizləmişdim. Sadəcə olaraq yenə toz soranadım. Çünki uşaqlar inanırsınız 1-2 gündən sonra onu da çəksəm altına hər şey oradan çıxacaq. Uşaqlar nə gəldi, necə eləyirlərsə bilmirəm, hər şey divanın altından çıxır. Ona görə oranı hər dəfə elə çox yorğun olmayanda tamam çəkib toz soranlayıram. İşlərimi gördüm, təmizliklərimi davam elətdirirəm. O gün koridor təmizləmişəm. Oradan da genişlənib görürəm, yaxşı qalıb. Sadəcə olaraq kim evdə nə isə götürəndə götürdüyü yerə qaytarıb qoyanda ev doğrudan da təmiz səliqəli görsənir. Bu da bizdə mümkün deyil. Düzü tural işdə olur. Uşaqlar ancaq dağıdırlar evi, Rahimdə, Milayda. Nə qədər bir desəm xeyri yoxdur. Elə eyni şeydir. Nəysə, şimdi də başlayaq buranı silməyə. Silib cam tutarında tamam. Şimdi şöyle düzgün silerim. Düzgün bir başa bundan silerim. Mən çalışdım ki, bugünün vlogunu elə bugün də bitirim. Əlavə bir gün çəkib bir yerdə yığmayım. Çünki sabah Turalın ad günüdür. Ona ayrıca bir vlog çəkəcəm. İstəyirəm ki, Turalın ad günündə evdə tortu özüm yenə bişirim. Həmişəki kimi ənənəmə sadiq qalaraq tort işinə özüm baxıram təbii ki də. Yəni istəyirəm bu dəfə də fərqli bir şey eləyim, amma ilk dəfə eləyəcəm. Bilincik tortu eləyəcəm, çünki Tural özü də xoşlayır bilincik tortunu. Mən də istəyirəm ki, bir onu da yoxlayım. Görüm necə alınır, mən də bişirə biləcəm. Mənə gəlir ki, bacararam. İnşallah ki, bacararam. Həmişə belə böyük danışanda alınmır. Böyük danışmayım. İnşallah ki, bacararam. Onu da ayrıca bir vlog edəcəm. Turalın ad günündən bağlı olan vlogu ayrı edəcəm. Ona görə də mən bugünümün vlogunu elə bugündə də bitirəcəm. Yavaş-yavaş buranda tozunu aldım. Dərindən almıram. Çünki bu yaxında bunları təmiz, dərindən təmizləyəcəm. O stenkaların içindəki qabları da yığışdırıb bir yeşiyə qutular tapım gərək onların içinə yığım, ayrıca qoyum. Bunun da səbəbini deyəcəm niyə. Amma ondan öncə sizdən bir istəyim olacaq. Əgər kanalıma abunə deyilsinizsə, mütləq kanalıma abunə olub, mənə dəstək olmağı unutmayın. Günü-gündən də kanalımız böyüyür. Buna da baxıram, sevinirəm. Bu da mənə böyük bir motivasiyadır. Yenə də siz mənə dəstək olmağı unutmayın. Bundan əlavə TikTok səhifəm var, Saida Tural və Instagram Saida Tınır, Bay Saida. Takip edib, oradan storylərimi də günlük izləyə bilərsiniz. Son günlərdə çalışıram ki, həmçinin Instagramda, TikTokda da aktiv olun. Kanalımda var, keçid edib səhifələrimi izləyə bilərsiniz. Deməli, keçən dəfə bu vlogu yerləşdirmişdim. Sonra təkrar nə qədər də baxış gəldi, amma məcbur oldum silməyə. Bəzi problemlər oldu videoda. Ona görə təzədən yükləməli oldum. O da görəm ki, çox adamın qarşısına çıxmayıbdı. Videonu ikinci dəfə YouTube-a yerləşdirəndə algoritm onu təkrar kimi görür. Nəysə, burada elə bunu qoymuşdum, həm də baxırdım elə buraları silə-silə işimi görə. Və səsini alın, bir şey danışacağım sizlə. Deməli, mənim bu uzaqlaşdırım. Bu iki stenkamı, bir bu, bir də bu, ikisi birdir də bilirsiniz. Bunların ikisini də satacağım. Turalın indi işi var. 2 günlük bir işi var. O iş bitsin. İnşallah buna məşğul olacağıq. Onu qəşəng siləcəm. İkinci əl kimi satışa qoyacağıq. Bəlkə bunu da satdım, amma bunu hələ ki o fikirdə deyiləm. Amma budur, 100% satacağıq. Həm də düşünürəm mən köçəndə öz evimizə artıq bunu istifadə eləməyəcəm də. Yəni bir də özümdən niyə bunu yük daşımaya əlavə pul verək. Elə indidən sataq ki, onsuz da bunların vaxtı gedibdir. Amma kimsə kirayə ev vermək üçün, yasa bir əşya üçün, yəni alırlar da belə. İkinci əl kimi. Belə satacağım. Heç bir problemi də yoxdur. Bunların hər gözlərinin belə polkalarının işığı da var. Hətta mən onun silməsində, daha doğrusu da üstündə saxlayıram. Arxasında da yeri var toka taxmağa. Əslində heç işıqlıdır. İndi üstü şüşə, işıqlı belə mebellər dəbdədir. Heç bir problemi yoxdur. Sadəcə olaraq mən
istəmirəm deyə ona görə satıram. Və bir də bunu satacağam. Bu komod gedir də bu deyəsən, bunu satacağam. Bunun da heç bir problemi yoxdur. Bir dənə bu qapısını uşaqlar orada ayağını qoyublar, o belə aşağı yenib də onu Tural düzəldəcək. Bunu da ikinci əl kimi satacağıq inşallah. Sadəcə Tural səhər gedir, axşam gəlir. Ona görə baş qarışıqdır da, yəni o özümə həmin adamla əlaqə saxlaya, ikinci əl meyvə satanlara verəcəyik, satsınlar. Belə, necə fikirdir sizcə? Mənə gəlir ki, sataq, getsin. Sonra bu divanlar satılası deyil, bunlar modeli keçib, köhnə modeldə. Bunları yəqin ki, nə bilim, divan düzəltmə yerinə falan verərik ki, orada nəmin üstün başın təzəliyib satırlar. Yəqin ki, ora verərik, gedər. Amma budur, bu ikisini 100% 2 gündən sonra satışa qoyduracam. İnşallah sağlıq olsun. Belə, indi buranı silirdim, bunun qollarını silirəm. Bunu satandan sonra ona kimi də dəqiqləşdirəcəyik köçmək məsələmizi və istəyirəm ki, yataq otağında mebellərini satım. Mən düşünürəm ki, mənə ümumiyyətlə mebellərim düşmədi. Mənim mebellərimi gəlin köçdüm. 3 ay içində yaşamışam. 3 aydan sonra isə köhnələrindən sonra evdən götürmüşəm. Nəzə bəzi dolaşıq məsələlər var. Ona görə düşünürəm ki, mənə uğurlu gəlməyibdir. Mən artıq mebellərimdən negativ alıram. Mən ümumiyyətlə beləyəm. Mən bunları ki satsam, bunun cehizlidir. Toyluq hədiyyədir, atamdan, anamdan hədiyyədir. Mən bunu bu şeydir də, o qərarı vermişəmsə, çətinliksə, satıramsa, öz evimə keçəndə, nəsə mebel alanda onu 100% tez-tez dəyişəcəm də, 2 ildən, 3 ildən bir dəyişəcəm. Çünki xasiyyətimi bilirəm. Mən bir şeyə öyrəşdimsə, ondan əl çəkmirəm, bir şeydə əgər mənim üçün bitibsə, xatirəsi falan yoxdursa, hörməti yoxdursa, onu satacam. Bu da mən ev halım. Ümumiyyətlə mən insanlara qarşı da eləyəm, bilmirəm, hardan baxım danışım, insanlara qarşı da eləyəm mən. Həmişə mən deyirəm, kimsə məndən pislik eləmək istəyirsə, öncə mənim, yəni, hörmətimi qazansın, məndən bir süfrədə çörək kəssin. Mən elə şeylərə çox dəyər verirəm də, düz indi insanlar dəyər vermir. Mən süfrədir, çörəkdir, belə şeylərə çox dəyər verirəm. Yəni, həmin adamdan gələk mən bir yerdə çörək kəsəm, mən hörmətimi qazana ki, sonra mənə pislik eləyək ki, mən ona cavab verməyim. Bax, mən elə tipəm, o da ən sevmədiyim xasiyyətimdir. Yəni, bir adamın, bir insan məndə dəyər olmamalıdır. Oldusa, vəsiyo. Neynəsəm də o gecə mənim beynimə batırdı, bu adamı sil deyə. Bu adamı necə var elədi, qəbul eləmək çətin olur. Nəysə, belə. Axırı ki, qızlar 2 gündən sonra inşallah Turalın 2 günlük işi var. Yəni, bugün heç, bugünə çıxıram. Bundan sonra 2 gün sonra işi var. O işləri də həll olunsun. Mebellərimizi sataq. Sonra da görək köçmək məsələsini necə eləyirik. İnşallah xeyirlisi olsun. Belə.